Kartınız, pulunuz təhlükədə ola bilər. Odur ki, süjeti izləyin, siz də məlumatlarınızı qoruyun. Texnologiya inkişaf etdikcə dələduzların əl atdığı üsullar dəyişir və daha da təhlükəli hal alır. Fırıldaqçılar, bank işçisi, hüquq mühafizə orqanının əməkdaşı və ya rəsmi qurum nümayəndəsi adı ilə insanlara zəng vurub onların kart məlumatlarını, OTP kodlarını tələb edərək pullarını ələ keçirməyə çalışırlar. Bank of Baku isə müştərilərini bu cür hallara qarşı diqqətli olmağa çağırır. Bank of Baku olaraq ödəniş kart istifadəçilərimizin maliyyə vəsaitlərinin təhlükəsizliyin təmin olunması prioritet hədəflərimizdən biridir. Vətəndaşlarımızdan xahişimiz odur ki, hər bir halda, hətta bank adından belə əlaqə saxlanıldıqda ödəniş kartının məlumatlarını, SMS məlumatlandırma ilə əldə etdikləri bir dəfəlik şifrəni kənar şəxslər açıqlanmasınlar. Şübhəli zənglər və mesajlara inanmadan dərhal bankın müraciət kanalları ilə əlaqə saxlasınlar. Unutmayaq ki, maliyyə savadlılığı, o cümlədən məlumatların təhlükəsizliyinin təmin olunmasının diqqətdə saxlanılması fırıldaqçılıq əməliyyatlarına qarşı ən güclü sipərdir. Bank of Baku müştəriləri arasında dələduzluq halları ilə bağlı məlumatlandırma işini davam etdirir. Əlavə məlumat üçün bankın 145 zəng mərkəzinə müraciət edə bilərsiniz.